Salam, hər vaxtınız xeyir. Mən 4-cü siniflər üçün olan monitoring vəsaitinin müəllifi Firuzə Hüseynli. Bilirsiniz ki, FES Akademi tərəfindən ödənişsiz şəkildə ümumi sınaqlar hazırlanır ki, imtahana sizlərin hər biriniz bütün tip sualları görmüş olasınız və bu gün də sizə ümumi sınaq 7-nin Azərbaycan dili fənninin izahını verəcəm. Elə isə başlayırıq birinci sualın izahından. Birinci sualımız belədir. Onun hərəkətləri hamını xeyli təəccübləndirdi cümləsindəki xeyli sözü ilə bağlı hansı fikir mütləq səhvdir? Xeyli. Gəlin baxaq. Miqdar bildirən sözdür. Bəli, təəccüblənməyin miqdarını bildirir. Doğrudur. Feilin qarşısında gəldiyi üçün təəccübləndi. Nə etdi? Təəccübləndi. Feildir. Kəmiyyət zərfidir. Bəli, biz bilirik ki, feilin qarşısında gəlib, yəni feilin miqdarını, kəmiyyətini bildirirsə, biz buna kəmiyyət zərfi deyirik. Doğrudur. Cümlədəki yerini dəyişib ismin qarşısına qoysaq, say olar. Onun xeyli hərəkətləri hamını təəccübləndirdi. Bəli, həqiqətən də biz bilirik ki, xeyli sözü özündən sonra isim gəldikdə saydır, özündən sonra hərəkət gəldikdə zərfdir. Bu söz yalnız zərf kimi işlənə bilən nitq hissəsidir. Xeyr, dediyimiz kimi say kimi də işlənə bilir. İkinci suala baxırıq. Hansı cümlədə həm mənsubiyyət, həm də təsirli hal şəkilçisi qəbul etmiş söz işlənmişdir? Kitabı masanın üzərinə qoyun. Baxın, sualı belə verəndə həm də ilə, yəni siz cəmi bir söz seçəcəksiniz və həmin bir sözün içində həm mənsubiyyət, həm də təsirli hal olmalıdır. Masanın yəlidir, yəni burada yoxdur. Kitabı nəyi təsirli? Masanın yəlik, üzərinə yönlük. Onun yəlik, arzuları. Bilirsiniz, yəlikdən sonra gələn ı mənsubiyyətdir, yəni adlı xaldır. Bu da getdi. Sənin çantanı dünən dəhlizdə gördüm. C-yə baxaq. Sənin çantan deyirik. Çantan mənsubiyyətdir, çünki sənə aiddir. Çantanı artıq təsirli haldır. Cavab C bəndidir. Bizim yəlikdir, kəndin yəlikdir. Havası mənsubiyyətdir. Və sual bitdi. Üçüncü suala baxırıq. Aşağıdakı cümlələrin hansında sayın yazılışında səhvə yol verilmişdir? Bilirsiniz ki, sayların düzgün yazılış qaydaları var. Yarışda düzdür bu. Birinci yer tutan şagird mükafatlandırıldı. Birincidir, beşincidir. Biz sıra sayın rəqəmlə yazanda 5-i məsələmi yazıb, tremizi qoyub, c hissəciyin yazırıq. Sinifdə 15-16 şagird var. Bilirsiniz ki, təqribi saylardır və təqribi saylarda defislə yazılır. Axşam saat 8-də yox, 8-də görüşmək qərarına gəldik. Çünki 8 sözü incə saitlərdən ibarət olduğu üçün biz də ona incə saitlə söz əlavə etməliyik. Baxırıq mətnimizə. Ulduzlardan mikroskopa. Dünyamız həm çox böyük, həm də təsəvvür edilməyəcək qədər kiçik möcüzələrlə doludur. Gəlin, əvvəlcə göy üzünə baxaq. Ulduzlar əslində kainatın dərinliklərində yerləşən nəhəng enerji mənbələridir. Onlar hidrogen və helium qazlarının birləşməsindən yaranan istilik sayəsində parlayırlar. Günəş də bir ulduzdur və yer kürəsindən 150 milyon kilometr uzaqlıqdadır. Maraqlıdır ki, ulduzların düzülüşü qədim dənizçilərə yol göstərdiyi kimi, bugün də astronomlar üçün bir xəritə rolunu oynayır. İndi isə diqqətimizi yerdəki kiçik memarlara, hörümçəklərə yönəldək. Bir hörümçəyin toxuduğu torun mühəndislik quruluşu ulduzlar arası rabitə şəbəkəsinə bənzəyir. Hörümçək ipəyi eyni qalınlıqdakı poladdan daha möhkəmdir. Onlar toru toxuyarkən mərkəzdən başlayıb kənarlara doğru spiralvari hərəkət edirlər. Bu tor həm ov saxlamaq üçün tələ, həm də hörümçəyin evi rolunu oynayır. Elm adamları hörümçək ipəyinin sirrini öyrənərək gələcəkdə daha davamlı materiallar hazırlamağı planlaşdırırlar. Həm ulduzların kosmosdakı nizamı, həm də hörümçəyin torundakı riyazi dəqiqlik bizə təbiətin vahid bir sistemi olduğunu sübut edir. Ulduzların işığı milyonlarla il yol qət edir. Bizə çatdığı halda bir hörümçək bir neçə saata özünün mükəmməl ulduz xəritəsini, torunu tamamlayır.
Hər iki məfhum bir-birindən uzaq görünsə də, hər ikisi həndəsi qanuna uyğunluq üzərində qurulub. Yəni gördüyünüz kimi bu mətin ulduz və hörümçəyin müqayisəsinə əsaslanan mətindir. İndi isə gəlin davam edək 4-cü sualla. Mətnin əsas mövzusu nədir? Mövzu istəyirsə, yəni mətndə nədən danışır, onu tapmalıyıq. Yalnız ulduzdan danışmırdı. A getdi. Hörümçəyin qidalanmasından danışmırdı. Kosmik səyahətlərin tarixindən də danışmırdı. Burada danışırdı təbiətdəki fərqli varlıqların, yəni ulduz və hörümçəyin ortaq xüsusiyyətləri və fərqləndirən xüsusiyyətləri barədə. Hansı ki, ortaq xüsusiyyətlər də dedikdə onların mühəndislik bacarığını nəzərdə tuturdu. Digər növbəti suala keçməzdən əvvəl qeyd edim ki, vəsaitimizi istənilən kitabxanalardan və yaxud da 077 752 28 93 nömrəsinə yazaraq da sifariş verə bilərsiniz və bizim hal-hazırda ödənişli qruplarımız fəaliyyət göstərir ki, siz bu qruplara qoşularaq da monitorinq imtahanına çox qısa bir müddət qalmasına baxmayaraq bütün mövzuları da əzbər öyrənə bilərsiniz. Eyni şəkildə bizim həm özümüzə məxsus olan sınaqlarımızdan, həm də FESİM vəsaitindən olan toplu sınaqları da işləməklə imtahana tam lazımi səviyyədə hazırlanmış olacaqsınız. 5-ci sualla davam edirik. Mətndə hansı iki sahənin xüsusiyyətləri eyni təsəvvürdə birləşdirilmişdir? Əlbəttə ki, ulduzların düzülüşü ilə hörümçək torunun quruluşu. Orada da verirdi ulduzların da düzülüşü, hörümçək torunun da quruluşu spiralvari formadaydı. 6-cı sualla davam edirik. Hansı fikir mətndə verilmiş elmi faktlara əsasən səhvdir? Günəş bir ulduzdur və yerdən çox uzaqdır. Bu doğru fikirdir. Hörümçək ipəyi poladdan daha dayanıqsızdır. Xeyr, əksinə verirdi. Elmi faktlara görə dayanıqlı olduğunu vurğulayırdı mətndə də. Hətta biz mətnə də qayıdıb baxa bilərik. Elm adamları hörümçək ipəyinin sirrini bax, çünki deyir ki, bu tor həm o saxlanmaq üçün təli, həm də hörümçəyin evi rolunu oynayır və poladdan daha möhkəmdir. Görürsünüz, əslində oxuyub anlamada heç bir şagird səhv yazmamalıdır. Səbəb odur ki, çünki bütün sualların cavabı elə mətndə verilib. 7-ci sualla davam edirik. Mətndə hansı suala cavab tapmaq mümkün deyil? Ulduzlar hansı qazlardan təşkil olunub? Bunun cavabı var idi. Gəlin baxaq, mətndən tapaq göstərək ki, ulduzlar helium qazları və hidrogenin birləşməsindən, yəni təşkil olunublar. Bu var idi. Hörümçək ipəyinin hazırda hansı geyimlər tikilir? Orada geyim növündən danışmırdı. Cavab B bəndidir. Ulduzlar yol göstərirdi xəritələr üçün. Hörümçək torda spiralvari formada olur. 8-də davam edirik. Mətinin yanındakı şəkildə bir hörümçək toru və ulduz qrupu təsvir edilsəydi, onların ən böyük oxşarlığı nə olardı? Əlbəttə ki, ən böyük oxşarlığı naxışlı formada düzülüşü. Çünki düzülüşünün bənzəməyini vermişdi. Burada da deməli doğru cavabımız olacaq B bəndi. 9-cu sualda deyir ki, mətnin sonuncu abzasındakı vahid sistem dedikdə müəllif nəyi nəzərdə tutur? Vahid sistem dedikdə gəlin görək nəyi nəzərdə tutur? Mən bilirəm, amma cümləni oxuyaq ki, oradan da sizə məna çıxartmağı göstərmiş olum. Deyir ki, hər ikisi həndəsi qanun uyğunluqlar üzərində qurulub. Burada deyir, bizə təbiətin vahid bir sistem olduğunu. Bilirsiniz nə deməkdir? Çünki bunların hamısı o qədər deyir, riyazi dəqiqliyi ilə hesablanıb ki, ya bu düşünülmüş sanki bir şeydir. Ona görə də riyazi elə özü vurğulayırdı. Məntiqi bağlılığın, yəni cavab B bəndidir. Bütün təbiətdə hər şey o qədər nizamlanıb ki, vahid bir sistem əmələ gəlib. 10-cu sualda deyir ki, ulduzların işığı milyonlarla il yol qət edir fikrindən hansı nəticəni çıxarmaq olar? Ulduzlar bizdən ağla sığmaz dərəcədə uzaqdadırlar. Çünki milyonlarla il yol qət edə bilirsə, əlbəttə bizdə heç insan milyon il yaşaya bilməz. Yəni 100-ə çatan belə deyək də uzun ömürlü insan adlanır. Ona görə də onun uzağa getdiyini göstərir. 11 ilə davam edirik. Hansı mətndə verilən məlumat mətndəki tələ sual
hesab oluna bilər. Gəlin baxaq. Hörümçəklər yalnız evlərdə yaşayır. Hörümçək yalnız evlərdə yaşayır. Orada mətndə əslində bizə vermişdi evdə yaşamağın. Astronomlar ulduzları mikroskopla müşahidə edirlər. Günəş sistemi kainatdakı yeganə sistemdir. Mətndəki ulduzların sayı haqqında dəqiq rəqəm verilmişdir. Max bizim tələ sualımız burada B bəndi ola bilər. Niyə? Çünki tələ sual nə deməkdir? Mətndəki tələ sualı deməkdir ki, mətndə çaşdırıcı hissəni bizdən müəyyən etməyimizi istəyir. Ona görə də doğru cavab olacaq B bəndi. Mətnin janrı və üslubu haqqında, yəni mətndə nədən danışırdı əslində, bizə onu demək istəyir. Tamamilə deyir xəyali, bədi mətndir. Xeyr, bu bədi mətn deyil. Bax, sizin məsələn burada bilmədiyiniz sözlər, oçerk qarşınıza çıxa bilər. Siz həmişə bilmədiyinizə meyllənməyin. Əmin olun ki, cavabınız bildiyiniz bir variantdır. Mənə mətn nə verirdi? Məlumat verirdi. Hörümçəyin məlumatını verirdi, ulduzun məlumatını verirdi. Bilmədiyim terminlər, yəni sözlər var idi içində. Demək ki, məlumat verici və elmi kütləvi mətndir. İkinci sualımıza keçməzdən əvvəl mətnimizi oxuyuruq. Meşənin sirli qapısı. Dərin və sıx bir meşənin düz ortasında kimsəsiz bir daxma var idi. Bu daxmada qoca bir xalçaçı yaşayırdı. Kənd cəmaatı deyirdi ki, bu qoca sadəcə xalça toxumur. O, xalçaların ilmələrinə nağılları və gələcəyi həkk edir. Bir gün balaca Murad meşədə azaraq bu daxmaya gəlib çıxdı. Qoca onu mehribanlıqla qarşıladı və ona toxuduğu yarımçıq bir xalçanı göstərdi. Xalçanın üzərində uçan quşlar, gümüşü çaylar və hələ rəngi tamamlanmamış bir günəş şəkli var idi. Qoca dedi, bax Murad, bu xalça hələ bitməyib. Çünki onun ən vacib rəngi çatışmır. Xeyirxahlıq rəngi. Murad təəccüblə soruşdu. Axı xeyirxahlıq bir rəng deyil, o bir hərəkətdir. Qoca gülümsəyərək cavab verdi. Düzdür, amma sən bir yaxşılıq etsən, o xalçanın üzərindəki solğun ilmələr dərhal parlayacaq. Murad kəndə qayıdan kimi daxmanın yolunu unutmadı. O hər gün meşədəki yaralı heyvanlara kömək edir, təbiəti qoruyurdu. Hər dəfə o yaxşılıq etdikcə qocanın xalçası daha da gözəlləşirdi. Bir gün meşədən keçən hər kəs xalçanın tam hazır olduğunu gördü. Xalça elə parlayırdı ki, sanki meşənin içində ikinci bir günəş doğmuşdu. Murad artıq başa düşmüşdü ki, insanın əməyi və ürəyinin təmizliyi ən gözəl sənət əsəridir. Muradın xarakteri haqqında, Murad qorxaq biri deyil idi, öyrənməyə həvəsli idi. Bəli, yalnız özünü düşünən olsa yaxşılıq etməzdi, heyvanlardan qorxsa heyvanlara kömək etməzdi. Bir daha qeyd edirəm, bizim hal-hazırda ödənişli monitoring qruplarımız fəaliyyət göstərir. Həmin qruplara qoşularaq imtahana çox az bir müddət qalmasına baxmayaraq siz bütün proqramı sıfırdan təkrar etmiş olacaqsınız və bununla yanaşı həm ödənişli, həm də ödənişsiz şəkildə sınaqlarımızın birgə izahlarına baxacağıq və siz imtahana tam hazır olmuş olacaqsınız. Qoca xalçaçının xalçası digər xalçalardan nə ilə fərqlənirdi? Əlbəttə ki, üzərindəki ilmələrin hərəkətlə bağlı olması ilə. Çünki orada deyirdi ki, xeyirxahlıq bir hərəkətdir, amma görürsünüz, uşaq xeyirxahlıq etdikcə xalçanın rəngi parlayırdı. Mətndəki əsas ideya nədir? Yəni, mətni oxudun, nə nəticə çıxartdın? Mən gördüm ki, xeyirxahlıqdan danışır. Xalça toxumaqdan danışmırdıq. Meşədə tək yaşamağın məlumatı bizə lazım deyil. Murad böyüyəndə xalçaçı olmaq istəyə də bizə maraqlı deyil. Yaxşı əməllər dünyanı və insanı, həyatını gözəlləşdirir. Yəni, cavab B bəndidir. Hansı fikir mətndə öz əksini tapmayıb? Gəlin görək. Qoca Muradla mehriban rəftar etdi. Xalçanın üzərində günəş şəkli var idi. Çünki orada deyir ikinci günəş. Murad kəndə qayıdandan sonra damxanı yandırmır. Əksinə deyir ki, yolunu unutmur. Tez-tez köməklik edir. Xeyirxahlıq xalçanı parladırdı. Bu da doğru fikirdir. Xeyirxahlıq bir rəng deyil, bir hərəkətdir cümləsi. Mətndə o məqsədlə işlənib ki, Murad rəngləri tanımadığını göstərmək üçün xeyr. Əksinə, Murad rəngləri bilirdi və məntiqi olaraq deyirdi ki, bu rəng deyil, axı mən bunu necə xalçaya bəzək vura bilərəm?
Maddi rəylərlə mənəvi dəyərlərin fərqini vurğulamaq. Bəli, mənəvi dəyər deyəndə elə bu hərəkətlər nəzərdə tutulurdu. Yəni cavab B bəndidir. 18-ə baxırıq. Əgər mətndə bitmiş xalçanın şəkli olsaydı, Muradın hansı hərəkəti? Əlbəttə ki, heyvanlara orada yem verirdi və heyvanlara da yaralı heyvanlara kömək edirdi. Və bunu da daxmaya qaçaraq edirdi. Eyni zamanda orada sərçəyə su verməsi var idi. Ona görə cavab B bəndidir. Mətnə əsasən xalça nə zaman tam hazır oldu? Xalça o vaxt tam hazır oldu ki, yəni yaxşılıqları edib bitirəndən sonra yaxşılıqları etdi və xeyirxahlıq rəngi qatıldı. Mətndə hansı suala cavab yoxdur? Qoca daxmada yaşayırdı. Xalçaçının neçə övladı var idi? Biz bilmirik neçə övladı var idi. Murad meşədə necə azmışdı? Bunu da bilirik, yol itirmişdi deyə daxmaya gəlib çıxmışdı. Xalçaçının üzərində nələrin təsviri vardı? Əlbəttə elə günəş elə ağlımızda da, bayaqki sualda da var idi. Hansı fikir yanlışdır? Xalça sonda meşədə günəş kimi parlayırdı. Bəli, bu fikir mətndə var idi. Murad daxmaya təsadüfən gəlmişdi. Bəli, çünki azmışdı. Ona görə də təsadüfən gəlmişdi. Qoca xalçacı Muradı daxmadan qovmur. Əksinə ona başa salır. Rəngdə köməklik istəyir. İnsanın əməyi ən böyük sənətdir. Bəli, doğrudur. Burada da xalçaçının əməyindən danışır. Üçüncü mətnimizə baxırıq. Üçüncü mətn məktubdan emək ilə ünsiyyətin təkamülü. İnsanlar hər zaman bir-biri ilə əlaqə saxlamaq ehtiyacı hiss ediblər. Qədim dövrlərdə uzaqdakı bir-birinə xəbər göndərmək üçün insanlar kağız və qələmdən istifadə edirdilər. Məktub yazılır, zərfə qoyulur və poçtla göndərilir. Bu məktubun ünvana çatması günlərlə, bəzən isə həftələrlə çəkirdi. Məktub yazmaq xüsusi bir mərasim idi. Kağızın qoxusu, xəttin gözəlliyi insanın hisslərini ötürürdü. İnsanlar o məktubları illərlə sandıqlarda saxlayırdılar. Bugün isə biz rəqəmsal dövrdə yaşayırıq. Artıq elektron poçt və sürətli mesajlaşma proqramları var. Bir saniyə içində dünyanın o biri başına mesaj göndərə bilirik. E-maillər kağız israfının qarşısını alır və çox sürətlidir. Lakin e-maillərdə kağız məktublardakı o səmimiyyəti və əl işini tapmaq çətindir. Hər iki üsulun ortaq cəhəti odur ki, məqsəd məlumat ötürmək və insanlar arasında körpü qurmaqdır. İstər kağız üzərindəki ilmələr olsun, istərsə də ekrandakı piksellər. Hər ikisi insan düşüncəsinin məhsuludur. Amma unutmaq olmaz ki, texnologiya nə qədər inkişaf etsə də, yazılan sözün dəyəri dəyişməz qalır. Məktub və e-mailin ən böyük ortaq cəhəti insanlara xəbər ötürmək idi. Yəni, ortaq cəhətimiz budur. Hər ikisi insanlar arasında ünsiyyət vasitəsi idi. Ünsiyyət ilə xəbər ötürməkdir. Kağız məktubların üstünlüyü nədə idi? Kağız məktubunun üstünlüyü onda idi ki, insan ona toxuna bilirdi və belə deyim də, özün məsələn kənarlarını vəziyə bilirsən, ona özün əmək qata bilirsən. Biri var sadəcə mesaj yazıb göndərmək, biri də var özün düzəliş edə bilirsən. Ona görə də cavab C bəndidir. İnsan özü hisslərini qata bilirdi. Elektron poçtun kağız məktubdan fərqi əlbəttə ki, daha tez çatması idi. Çünki sürətli idi və kağız israfına yol vermirdi. Niyə sürətlidir? Çünki yazan kimi digər tərəfə məktub gedirdi. Mətndə hansı suala cavab yoxdur? E-mail nə vaxt ixtira olunub? Biz bunu bilmirik. Tarix qeyd olunmamışdı deyə elə cavabımız A bəndi olacaq. Sandıqlarda saxlanılan məktublar ifadəsi o deməkdir ki, insan ona axı hissini qoyub göndərir. Məsələn, deyirəm ki, mənə bu məktubu müəllimim yazıb. Əlbəttə, bunu mən ondan xatirə kimi götürüb sandığımda saxlayıram. Ona görə də, yəni, böyük dəyər verdiyini göstərir. Cavab B bəndidir. Bir tərəfdə leylək, qələm və kağız, digər tərəfdə isə planşet şəkli olsa, bu şəkil nəyi müqayisə edərdi? Əlbəttə ki, bu şəkil onu müqayisə edərdi ki, yazı alətlərinin inkişafını göstərərdi bizə. Yəni, əvvəllər lələkdən istifadə olunurdu, sonra qələm və kağıza keçirildi və planşet hal-hazırda bizim üçün e-mail rolunu oynayardı.
Hansı fikir yanlışdır? E-mail kağız israfını azaldır, doğrudur. Qədimdə məktublar saniyələr içində çatırdı, xeyr, günlərlə çatırdı. Hər iki üsul insan düşüncəsinin məhsuludur. Bəli, baxın. Bizə yanlışı istəyirdi, onsuz da elə cavab beybəndidir. Qədimdə məktublar saniyələr içində çatırdı. Əksinə gec çatırdı. Mətnin sonundakı yazılan sözün dəyəri dedikdə nə nəzərdə tutulur? Əlbəttə ki, mesaj istəyirsən məktubla göndər, istəyirsən leylə ilə, istəyirsən e-mail ilə. Fərqi yoxdur. Əsas olan ora onun içində sənin yazdığın sözlərdir. Ona görə də yazılan sözün dəyəri deyəndə mesajın forması deyil, içindəki məna, içindəki mesajın mahiyyətidir. Azərbaycan dili üzrə sonuncu sualımıza baxarıq və siz də mütləq nəticənizi rəylərdə qeyd edin. Sınaqların davamı üçün də yenə də rəylərdə fikrinizi bizimlə bölüşün. Vəsaiti əldə etmək üçün və bizim ödənişli monitorinq qruplarımıza qoşulmaq üçün 077 752 28 93 nömrəsinə yaza bilərsiniz. Müqayisə nəticəsində hansı qənaətə gəlinir? Qədim üsullar tamamilə faydasızdır, xeyr. O vaxtda da insanlara məktub ötürə bilirdik, indi də ötürə bilirik. Yəni fikrimizi çatdıra bilirik. Texnologiya insanları bir-birindən uzaqlaşdırmayıb. Əksinə, daha tez-tez ünsiyyət vasitəsi yaranıb aramızda, daha tez-tez danışa bilirik. Əvvəl uzaqda qalan qohumlarımızla məsəl üçün biz görüntülü danışa bilmirdik, xəbər ala bilmirdik. Amma WhatsApp yarandı, WhatsAppdan əvvəl Skype yarandı və biz görüntülü uzaqda qalanlarla danışa bildik. Ünsiyyət vasitələri dəyişsə də məqsəd eyni qalır. Bəli, elə cavabımız olacaq C bəndi. Gələcəkdə heç kim yazı yazmayacaq deyə bir şey yoxdur. Yaza da bilərik, yazmaya da bilərik, səs qeydi də göndərə bilərik. Ümid edirəm izah yararlı oldu. Hələlik.